Salam aleykum YouTube kanalımız izləyiciləri. Qardaşlar, çox gözəl yerdə ev çıxıb. 4 otaq paket kupça ilə balkonlu giriyaşı evdir. Göstərəcəm sizə. Bax, bura Zeytun parkıdır. Zeytun bağı gedir də. Gözəl yerdir. Buradan da dənizə 3 dəqiqəyə, 4 dəqiqəyə dənizdəsən. Dənizdə. Çox gözəl yerdir. Qapıya kimi asfalt yol, işıq stolbaları var. Buradan Novxaniya, Sumqayıta da marşrutlar gedir. Koroğluya da, Koroğlu metrosuna da marşrutlar gedir. Video sonuna qədər baxın. Bütün məlumatları sizə videoda deyəcəm. Baxın, gedirik, yolun qırağı ilə gedirik. Çəkilişə özüm buradan başladım ki, həm biraz özüm üçün gəzim dostlar, həm də sizə izah eləyim də hər bir şeyi. Tam olaraq göstərim. Bax, bu işıq stolbalarından dövlətin çəkdiyi işıq stolbalardır. Qapıya kimi asfalt yoldur. Qapıya kimi asfalt yoldur. Göstərəcəm sizə hamısını. Baxarsınız. Parkın bir dənə də girişi buradadır. Görürsünüz. Dostlar, yoldan adamlar çox keçirdi ya. Hər dəqiqədə məcburam ki, pauza edeyim. Həminki yoldur. Gedirəm hələ. Buradan göstərəcəm sizə. Bir dənə baxarsınız. Parkın qırağı da hələ. Görürsünüz, parkın qırağı ilə gedirəm. Diqqətlə baxın video sona qədər. Bütün məlumatları sizə verəcəm. Baxın, buraydı da yolun qırağı. Yolun qırağıdır. Mən də bayaqları oradaydım. Parkdır, bax, belə böyük bir parkdır. Yayda cəmaət uşaqları ilə gətirir istirahətə zada. Qəşəng yerdir. İndi göstərəcəm sizə hamısını. Bütün məlumatları verəcəm, baxın. Mən gedə-gedə siz özünüz də bir dənə videoya baxarsınız ki, görün nədir, nə deyir. Bax, yolun qırağıdır. Yolun qırağından girdik məhəllə hissəsinə. Məhəllə hissəsinə girmişik, dostlar. Gedirik. Məhəllə hamısı gördüyünüz kimi işıq stolbalardır. Asfalt yoldur. Bir dənə də olsun, qruntavoy görmürük. Yəni, belə evlər dostlar, gec-gec çıxır satışa. Belə yerlərdə, belə perspektivi çox olan yerlərdə gec-gec çıxır. Ona görə mən də məcburam. Yəni, yoldan çəkim, yolun hamısını sizə izah edeyim. Görürsünüz, işıq stolbalan yarısı yanır, yarısı da qaranlıq olan kimi bu işıq stolbalan hamısı yanacaq. Yəni, məhəllə olur, işıqlı məhəllə. Həm stolbalar yanar, həm də məhəllədə olan evlərin işıqları yanır da, yəni belə deyək. Burada sudur, işıqdır, qazdır. Heç bir problem olmur, yəni bu məhəllədə. Çox gözəl məhəllədir. Ona görə mən istədim ki, tam aydın olaraq göstərim də sizə hamısını. Yolla belə deyək də, heç arası 100 metr yoxdur, belə deyim. 100 metr yoxdur. Gözəl, sakit məhəllədir. Gözəl, sakit məhəllədir. İşıq stolbalardır, evə çatırıq. İşıq stolbalarında görürsünüz hamısını. İşıq stolbalardır qapıya kimi. Mərkəzi kanalizasiya sistemidir. Nə bilim, yol da çox, baxın, bu da hələ gəldiyim yoldur. İnternet xəttidir, sudur, işıqdır, qazdır. Evdə hər bir şey var. Evdə hər bir şey var, dostlar. Baxın, bu evdir. Çox gözəl yerləşmədədir ev. Videonun sonunda ünvanı qiyməti deyəcəm. Bir amma baxın, yoldan çox hündürdədir. Ev yoldan çox hündürdədir. Baxın, çox hündürdədir. Yəni burada onsuz yağış yağanda, yağış su nə yağdı, düzdür. Buralar dolmur, yəni asfaltdır. Palçıqza dolmur. Amma yenə də ev tikiləndə hündürdə, çox hündürdə tikilib. Baxın, gəldik, baba burada. Burada magistral yoldur, görürsünüz yəqin ki, yoldan keçən maşınlara baxın. Qapıya kimi də yenə deyirəm, asfalt yoldur, gördüyünüz kimi hamısı da işıqlı stolbalardır.
Baxın, 3 sotun içində. 3 sot torpağın içindədir. Çox gözəl evdir. Çox qəşəng evdir dostlar. Baxın. Yerdən kürsülüdür. Qoşağa daşla tikilib. Balkonludur. Pərdələri, lüstraları, kombin özü, kombin ataplinalar, hər bir şeyi var. Əkinlər əkilib evin qabağında. Evin sağ hissəsində də. Evin 2 dənə padvalı var. Biri buradadır, biri də buradadır. Göstərəcəm sizə. Baxın, burada evin üzbəüz duranda sağ tərəfidir. Evin arxasında keçmək olur. Göstərim sizə, baxın. Görsünüz, evin arxa hissəsidir. Bu gördüyünüz ışıqlarda hamısı gecə düşən kimi avtomatik yanır. Həyət olur işıqlı. Super evdir. Pəncərələr şəbəkədir, panoramadır. Bura balkonudur, böyük bir balkonudur. Baxın, padvalı göstərim sizə. Baxın. Beton vurulub, yəni qoyulub. Bu simentlə tikilib. Şeydə, nə deyirlər, o qaraya yadımdan çıxdı. Hamısı var. Bura evin balkon hissəsidir. Balkondan mətbəxə, mətbəxdən balkona keçmək olur. Həyət də yenə deyirəm dostlar. 3 sotdur. 3 sot torpağın içindədir. Kombimiz də bu dəqiqə işləy vəziyyətdədir. İşləyir. Keçək evin içini göstərim sizə. Buyurun dostlar, bura evin koridorudur. Geniş koridoru var. Koridor, mətbəx, bir də hamam tualet, isti poldur. Görürsünüz ki, yer mərmər qranitdir. Baxın. Qapının girəcəyində böyük bir yer saxlanılıb, şkaf yığmağa. Baxın. Bura evin mətbəxidir. Bura mətbəxidir, mətbəxi böyükdür, genişdir. İsti poldur, yenə deyirəm. Keçək zalını göstərim sizə. Bura evin zalıdır. Lüstur, pərdə, atapleniya, hər bir şey yerində. Burada bir yataq otağıdır. Yenə lüstur, pərdə, atapleniya yerində. Gəlirik bura. Bura hamam tualetdir. İstək oldu. Baxın. Bütün aksesuarlar hamısı yerində. Duş kabinidir, şışılkasıdır. Hamısı yerində. Bu otaqda görürsünüz yataq otağıdır. Yerlər laminat otaqlarda. Pərdələrdir. Ataplenidir. Lüstrasıdır. Belə bir otaqdır. İkinci yataq otağıdır. Burada dostlar evin 3-cü yataq otağıdır. Evdə 3 yataq otağı var. Bir zal. Ümumilikdə 4 otaqlı həyət evidir. Bu otaqda da dostlar pərdədir, atapleniyadır, lüstrdur var. Evin demək olar ki, çox işləri görülüb. Yerdən kürsüldür, qoşadaşdır, betonu, kəməri, hər bir şeyi var. Koridoru belədir. Çox gözəl evdir də dostlar. Çox gözəl evdir, çox qəşəng evdir dostlar. Qapıya kimi də asfalt yoldur. 3 sot torpağın içində tikilib. Ev yerləşir Salmonçu rayonu Kürdaxanın qəsəbəsində. Kürdaxanın gözəl yerindədir. Göstərdim də sizə hamısını. Gün çıxan, gün batan yerlərdir. Gözəl yerdir. Ətraf hamısı gördüyünüz kimi yaşayış yerləridir. Ətrafda yaşayış var. Dama çıxmaq üçün yer qoyulub. İndi ola bilər görürsünüz, görmürsünüz. Yəni burada var. Kürdaxanada dostlar, ünvan Kürdaxanadır. Qiyməti 135.000 manatdır. 135.000 manat. Məqdalıcılar əlaqə saxlasın dostlar. Qiymətdə endirim olunacaq. Endirim mütləqdir.
super endirim olunacaq dostlar qiymətdə. Ha, həyətdə bu belə. Evi də bir də göstərim sizə. Biləsiniz necə evdir, nətər evdir. Baxın. Çox gözəl evdir, çox qəşəng evdir, əla evdir. Dostlar, mən də yıxılacaqdım buradan. Ha, belə, dostlar, 3 sotun içində 4 otaq, paket kupçalı evdir. Əlaqə saxlayarsınız, zəhmət olmasa. Sağ olun, salamat qalın.